Hansı avtomobillər utilizasiyaya cəlb edilir? Nəqliyyat vasitəsinin sahibi özü qərar verir ki, nə vaxt onu utilizasiyaya təqdim eləsin. Hal-hazırda ölkə üzrə 3 utilizator fəaliyyət göstərir. Utilizasiyaya cəlb edilən avtomobilə görə vətəndaşa nə qədər pul ödənilir? Güzəşt məbləği proqram çərçivəsində 1500 manat nəzərdə tutulubdur. Ötən ilin oktyabrından başlanılan utilizasiya prosesinə indiyədək 16100 avtomobil cəlb olunub. Vətəndaşlara bugünə qədər birdəfəlik ödəniş istiqamətində 950 min manata yaxın birdəfəlik ödənişlər həyata keçirilib. Məntəqəyə gətirilən avtomobillər öncə burada hissələrə ayrılır, daha sonra xüsusi avadanlıq vasitəsilə avtomobilin gövdəsi preslənir və təkrar emala yararlı xam mal kimi metal əritmə zavodlarına göndərilir.